Həkim rahiməhullah sələflərdən olan bir alim idi. Buyurur ki, Əl-huznu yəmnə'ud-ta'am. Hüzün insana yeməyə mane olur. Hüzün mane olur ki, sən taam, yemək dadmayasan. Vəl-xavfu yəmnə'uz-zunub. Qorxu isə insana günah etməyə mane olur. Yəni, insanın qəlbində Allah qorxusu olarsa, artıq bu qorxu mane olur ki, sən günah etməyəsən. Vər-rəcəu yaqvi alə-ta'a. İnsanın rəcası, yəni ümidi isə ona itaəti gücləndirir. Yəni, insanın nə qədər ümidi güclü olarsa Allaha, nə qədər ümidi çox olarsa, bir o qədər də itaətə güclü olacaq. Və zikrul maut yuzhidu fil fudul. Ölümü xatırlamaq isə, insan nə qədər çox ölümü xatırlayacaqsa, bir o qədər dünya işlərindən, yəni dünya məşğuliyyətlərindən uzaq olacaq. Yəni, artıq dünyaya allanmayacaq. Yəni, dünyaya bağlanmayacaq. Nə vaxt? Nə qədər ki, insan bu dünyada ölümü xatırlayacaq. Yəni, ölümü xatırlamaq mane olur ki, sən dünyaya bağlanmayasan. Və Allah təbaraka və teala istəyirəm ki, bizi bu pis xislətlərdən uzaq eləsin.